Salam bizi izleyenler. Bizim Dram League oynayacağıq. Kömək yıldızlar maçıdır, ilk maçdır. Və indi Sasova baxaq. Sassa məncə yerindədir. Heç Pogba oynaya bilərmi? Bəli, Pogba oynayacaq. Və maç başlayır. 4790 azarkeş var. Buna baxın. Və maç başlayır. Cristiano. Neymar ilk başladı oynuyor. Bakın. Ama toparla oynuyor. Neymar. Ve gol. Müdahale için sahnede onu 1000 TL için oynuyor. Everton farklı olarak. Yani bir hücuma katıyor. Bir hücuma. Ay bana da düzgün alınmadı. Sen istesen şerhle. Sence size bu? Pogba. Ay. Pogba çok bitirmiyor böyle. Bir de pas çıktı. Müqal biraz bəhdən danışacağımız için biz izleyenler. Bu bizim 4-cü təşkilçimizdir. İlk və müqalib. Demek kim? Biraz kim var idi önce beğendim. Aha, Pique, Pepe, Real Madrid'in dağ müdafiəçisi. İbrahimovic, Zlatan gözəl fənd yerinə yetirir. Zlatandan çox böyükündən Pogba pası yerinə keçirir. Kadbe'nin bu şarjını bilir. Ama Ronaldo şeydi diye batırdı. Oldu. Akrobatik zərbə demək olur. Ona bir zərbə. Bu cür qalxdı çox gözəl oynayır. Yenə qalxdı. Eşq ol baxmayaraq çox həvəsli qalxdı. Cross üçün zaban yenə itirir. Bu arada yenə qalxdı. Bu nə? Qapçı sanki robota bənzər. Qapçını ötürmən Seyforumuz qarşıda topu ötürdü kəllə ilə. Seyforumuz Gardbale. Topu Gardbale'dan aldılar. Daha doğrusu çatmadı. Di Maria topu kazandı. Di Maria oyunda yoxdur. Pique. Pique. İbrahimovic. Zlatan irəliyir. Özü gol vura bilər. Zlatan zərbəsi. Güzelmiş ama doğru. Kompany Ronaldo'nun sürəti çoxdur və sürətinə görə 2 rəqəmli qol keçəcəkdi. Və ikinci səni müqalib oynayacaq məşəq. Müqalibə şəhidədən Gardbale'nin tabun atılması sezon zamanında oynayalım. Gardbale tapılabilir. Gardbale ortalaması yaxşılar. Ama ortalaması yaxşılar. Və yaxşı oyunda mən heyf çəkmədim. 8-0 qalib qazandı. Ronaldo isə bu Dram Liqada 102 gol vurub. Ən böyük transfer isə bizə Messi'dir. 320 ya ən böyük satışsa yine Messi aittir. Messi ama biz zayıf oyunda gol sattık. Biz zayıf oyunda şu an oynamıyoruz. Pogba'dan pas bakıldığında offside edip oldu. Gözüm pas atılmıştı. Ya yaklaşacak ama olmayacak. Neymar bence vurmasın. Özgürde bu şu texnikalı oyuncu olmamıştı. Ortası yaxşı olar məncə.
eases the pressure. Bir Çilçinin qolu ilə öndəyəm. Sən məzəni istəyirsən, nerede gol vura bilərsən. Məsələn, mən indi qol vura bilərəm. Neymar offside. Olmadı, o yox. Gets the crossing. Bale shoots. Bu da gözəl. Neymardan möhtəşəm pas. Neymar elə belə oyunçu deyildi ki. Şuratma. 84.790 azarkeş var, bilirsənmi? Qard, Bale'dan kəllə alınmadı. Abi Ronaldo kəlləs də vardı. Yenə Ronaldo topa alınmadı, amma Kroos da Kroos'un ciddi zərbələri var. gücü Almaniyalıdır. Neymar'ın zərbəsi dirəkdir. Kroos'un ciddi zərbələri var. Qapıcı necə çıxdı xozuldu? Ronaldo offside. Definite offside there, no question. 80 dəqiqə mən Beşinci qol dəqiqə. vuramadım bu oyunda. Bu bizim böyüzün çəkilişimizdir. Ya Dram Liqası Okko ya da 2000 qalbiyacı baxa bilərsiniz. Like qoymanızı xahiş edir. Great tackle. Ronaldo qəzət etmək və səyir yaxşı olardı, amma top olmaq çağırdı. Kompani. Bu Manchester City He's offside here. Axı şaşıra bilər. Ronaldo və mən də qol vurdum özdə. Öz sevindiyi hərəkət elədi. 96-2-də deyəsən. 90+2-də bəli. Ronaldo futbol oldu. Ronaldo'nun hərəkətinə baxın. Sevinmə hərəkəti onun. Ronaldo. Kaydırma. 90+1-də. Oyun kardı. Moskvadan oyun oldu. Biz olacaq. Sağ olun, salamat qalın. Fantastic Yine ona baxaq. Çəkmə lazım deyil. Çünki biz Qutardınız. Real Madrid. Oy, bunu sizə təqdim eləyəcəyində. 100%. Neçə? Real Madrid. Və Real Madridlə sastav gücləndirməliyik. Qadir 16 dəqiqədən artıq olmaz. Təsəvvür müstəqil. Qayd elə.